Bismillahirrahmanirrahim. Dəyərli mömin bacı və qardaşlarım, məlumunuz olduğu kimi mübarək Qədir gecələrini yaşayırıq. Birinci Qədir gecəmiz artıq tamam oldu dünən gecə. Ki xüsusi əməlləri vardır Qədir gecəsinin özlüyündə. Mərhum Şeyx Abbas Quminin bizlərə töhfə etdiyi, yazıb bir irs qoyduğu Məfatihul Cinan adlı kitabına da nəzər salsanız, Qədir gecələrinin özünün xüsusi əməlləri vardır ki, hər birinizə tövsiyə edirəm ki, baxmağı unutmayasınız, daha dəqiq olsun deyə. Lakin zehnimizdə olan bir neçə əməllərə işarə edirik ki, Qədir gecəsinin özünün xüsusi əməlləri vardır ki, qüsul almaq kimi qürub vaxtında, tövbə qüslu xüsusilə və həmçinin bu Qədir gecələrində xüsusilə İmam Hüseyn əleyhissalamın ziyarətnaməsini oxumaq, digər Kərbəla şəhidlərindən həmçinin, digər İslam yolunda, İslam ümməti yolunda canlarından keçən şəhidlərimizi həmçinin, xüsusilə bu gecənin əməllərindəndir ki, Quran-ı Kərimi başımıza qoyub, əhya ki deyərik, oyaq ki qalarıq, müstəhəbdir, insan sübh namazına qədər oyaq qalsın, istiğfar eləsin, Allah mütealla razı niyaz eləsin. Quranı başına qoyub, neçə-neçə sözlər var, adlar ki var, əvvəli başlayır Allah müteallın öz adıyla 10 dəfə and verib, nəhayətdə Allahdan hacət istəyirsən. Xüsusən bu gecə bir sözlə mühüm əməlləri vardır ki, bu gecələrin çalışağın ki, Məfatihul Cinan kitabından hər birimiz yararlanmış olaq. Allah müteal bu gecələrin, bu günlərin hörmətli xatirinə əllərimizi öz dərgahından əliboş geri qaytarmasın.